Əgər qanunvericilik yazılanda bunun icrası üçüncü tərəf deyək ki, şirkətlər üçün mümkün deyilsə, ya bu real deyilsə, bunun bizim Azərbaycanda ekologiya haqqında bəzi qanunlar var ki, biz məsəl üçün bir icrası yoxdur hal-hazırda. Çünki elə bir duadır ki, amin demək çətindir ona. Yəni bu günləri biz çəngəl, bıçaq, qaşıq deyirik ki, plastikdən istifadə olunmamalıdır. Bunun haqqında da qanun var. Yaxşı, yazıldığı zaman, amma dünyanın harasında tamamilə qadağandır bu. Hər gedirik, görürük. Hə, başqa tədbirlər var. Sıfır tullantı, sıfır yönetim, necə eləmək olar. Qısacası qeyd etmək istəyərdim ki, yəni qanunvericiliyin olması bir məsələdir. Qanunvericiliyin yenilənməməsi digər bir məsələdir. Ancaq ən böyük məsələ bugün sənayenin onu iştirak edə bilməməsi. Sənayenin iştirakının olmamasıdır bu prosesdə. İctimai iştirakçılığın olmamasıdır. İctimai iştirakçılıq, qanunvericilik. Mən qanunu yazıram, gətirirəm, qoyuram sahibkarın önünə ki, sən bunu icra eləməlisən. Amma bunu biz bir yerdə, o ingilislərin bir sözü var, it takes two to tango. Tango, yəni rəqs üçün 2 nəfər lazımdır. Yəni bir nəfərlə olmur, biri deməklə olmur bu iş. Yəni o məsələdə həqiqətən çox realdır. Biz bunu praktikada görürük ki, ətraf mühit sahəsində fəaliyyətin geniş şəkildə yayılmaması, icra olunmaması sadəcə bir tərəfin belə deyək, düşündüyü bir qaydalardır ki, onun praktikada icrası yoxdur. Biz qeyd etdiyiniz kimi 90-cı ildə əgər bir qayda yazılıbsa və bu günlərdə biz onu bugünkü reallıqlarla tətbiq etmək istəyiriksə, nə qədər real olacaq icra eləmək effektiv şəkildə.